Əşrəf vətənə nə verə bilərsən sualının cavabını öz həyatı boyu hazırlayan sənətkarlarımızdandır. Ayrı-ayrı ölkələrdə öz əsərləri ilə və sadəcə olaraq bir yetkin şəxsiyyət kimi ünsiyyəti ilə, yüksək intellekti ilə, yüksək etikası ilə demək olar ki, bu Azərbaycan mədəniyyətini layiqincə təmsil edir. O rəssamdır. Təmtəraqlı cümlələr, çoxmərtəbəli təşbehlər, zınqrovlu bənzətmələr söyləmədən də onun əsərlərinə sevgi ilə, maraqla, daxili bir rahatlıqla baxan tamaşaçılar bu sözləri inamla deyə bilərlər. Çünki Əşrəfin rəsmləri qəlbə yatan, ruhu oxşayan poeziya nümunəsini xatırladır. Onları görən hər kəs sanki bu rəsmləri özü çəkibmiş kimi içindən gələn bir yüngüllüklə qəbul eləyir. Və bu inanmış tamaşaçı üçün Əşrəfin bütün titullarından daha yüksəkdə dayanan bir xalq məhəbbəti formalaşır. Bir milli özünü dərk məqamı hər şeyi üstələyir və dünyanın harasında olmağından asılı olmayaraq bütün ruhu ilə bu rənglərin yaratdığı sehrə düşənlər Azərbaycan rəssamı ilə, onun yaratdıqları ilə fəxr edir, öyünür. Əşrəf müəllim həqiqətən gənclik illərindən Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənən, maraqlanan bir şəxsiyyət olaraq doğrudan da hər tərəfli, yüksək mədəniyyətli bir insan kimi formalaşıb zənnimcə və onun dünya fəlsəfəsi, onun həyat fəlsəfəsi, onun həyatı sevərliyi, onun Azərbaycan mədəniyyətinə vurğun olması, onun ümumiyyətlə insan ən böyük dəyərdir həyatda. Vurğunluğu onun gözəl rəsm əsərlərində öz əksini tapır. Əşrəf Heybətov həm rəssamdır, həm də gözəl bir etnoqrafdır. Azərbaycanlı siması, Azərbaycanlı peyzajı, Azərbaycana aid olan hər nə varsa bu və başqa şəkildə onun əsərlərində görmək, tapmaq mümkündür. Azərbaycandan kənarda yaşasa da, öz doğma ana dilində ürəyi istədiyi kimi sərbəst danışmadığı üçün mənlə əziyyət çəksə də, o doğulub boya-başa çatdığı torpağa sevgisini kağıza, kətana köçürməklə sanki bu boşluğu doldurmağa çalışır. Bu adam mənim fikrimcə təkcə özü üçün yaşamır.
Yəni bunun əsas məqsədlərindən biri cəmiyyətə, insanlara, xalqa, öz millətinə və bəşəriyyətə, mən deyərdim, dünya mədəniyyətinə xidmət etməkdir. Onun Azərbaycan mədəniyyətinin təmsil edilməsi ayrı-ayrı ölkələrdə öz əsərləri ilə və sadəcə olaraq bir yetkin şəxsiyyət kimi ünsiyyəti ilə, yüksək intellekti ilə, yüksək etikası ilə demək olar ki, bu Azərbaycan mədəniyyətini layiqincə təmsil edir. O həmişə, hər yerdə sadəcə rəssamdır. Həm sevib seçdiyi peşəsi ilə, həm də Tanrının yaratdığı gözəllikləri və ülvülükləri dərk etmək qabiliyyəti ilə. Rəssam Əşrəf Heybətov çox maraqlı bir ömür yolu keçib. Bakıda doğulub, İncəsənət İnstitutunu bitirib, sonra Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb, ilk sərgisini də vətənindən çox-çox uzaqlarda, Moskvada açıb. Onun ilk sənət nümunələrinin əsl dəyərini bilənlər gənc oğlana Rusiya paytaxtında ilk sifarişli işlər tapşırmağa başlayıblar. O da taleyini bu şəhərlə bağlayıb, burada bir sıra uğurlu sənət əsərləri yaradıb. İstedadlı insanlar seçilmiş insanlar olduqlarından taley, qismət, bəxt deyilən nəsnəsələr də onların həyat yolunu müəyyənləşdirir. Əşrəf də taleyin daha bir sınağı ilə barışmalı olub. Bu dəfə Azərbaycandan biraz da uzaqlaşıb Almaniyaya köçüb. Amma qəlbindəki Azərbaycan sevgisi, yaradıcılığındakı Azərbaycan mövzusu heç vaxt tükənməyib. Doğma yurdun aləlvan rəngləri Əşrəfin tablolarında təkrar-təkrar valeh edici gözəlliyi ilə cilvələnməkdədir. Gözəl bir söz var, deyir, düşünmə ki, vətən sənə nə verdi, nə vermədi. Düşün və həmişə onu beynində saxla ki, sən vətənə nə verə bilərsən. Əşrəf vətənə nə verə bilərsən sualının cavabını öz həyatı boyu hazırlayan sənətkarlarımızdandır. Mənim onun yaradıcılığına həmişə böyük hörmətim olub. Çünki mən onun yaradıcılığında çox geniş bir potensiyanı həmişə görmüşəm. Bu Azərbaycan şifahi xalq ədəbiyyatına vurğunluqdan irəli gəlir. Bu Azərbaycan mifologiyasına vurğunluqdan irəli gəlir. Nağıllarımızdan gələn, dastanlarımızdan gələn, mifoloji süjetlərimizdən gələn bir çox məqamlar Əşrəf Heybətovun tablosuna keçir və mənə elə gəlir ki, Əşrəf özü də bununla zənginləşir, müdrikləşir. Zaman keçdikcə onun əsərlərinin rənglərinin qarışığının kamilliyi ilə bərabər eyni zamanda süjetlərinin, mövzularının dərinliyi və kamilliyi də diqqəti cəlb edir. Buna görədir ki, xaricdə və müxtəlif ölkələrdə onun yaradıcılığına tez-tez üst tuturlar. Əşrəfin artıq pərəstişkarları vardır və o Əşrəf Heybətovu deyil, bugün həm də bütün Azərbaycan mədəniyyətini təmsil edə biləcək bir səviyyədə olan şəxsiyyətdir. Əşrəfin əsərlərindəki milli ruh onun vətənə, torpağa, millətə bağlılığının sadəcə ifadəsi deyil. Bu, qan yaddaşında yaşayan, illər boyu zaman-zaman özünü biruzə verən düşüncə tərzinin bəhrəsidir. Əsasən bunun əsas obyekti insanlardır.
Azərbaycan mədəniyyətidir, bizim məişətimizdir, adət-ənənələrimizdir. Yəni həqiqətən burada dərin həyat fəlsəfəsi var. Və mən deyərdim ki, Əşrəf müəllim məhz yetkin şəxsiyyət olaraq bir çox ölkələrdə Azərbaycanın özündə görkəmli şəxsiyyətlərlə görüşməklə özü nüfuz qazanaraq, yenə deyirəm, Azərbaycan xalqına hörmət və məhəbbət qazanmış olub. Qüdrətli fırça ustası Səttar Bəhluzadəni özünün sənət müəllimi adlandıran Əşrəf Heybətov ustadından çox mətləbləri öyrənib. Əgər Səttar Bəhluzadənin tablolarında Azərbaycanın füsunkar təbiəti, təkrarsız rəng çalarları üstünlük təşkil edirdisə, onun yaradıcılığında milli ornamentlər, xalq rəqsləri, milli adət-ənənələrimizdən qaynaqlanan bayram oyunları, sadə kənd adamlarının yaşam tərzi çox fiqurlu kompozisiya elementləri ilə zəngindir. Əşrəf Heybətovun bu kompozisiyaları sanki böyük bir məhəllənin bir günlük yaşam tərzini böyük səhnəyə köçürülmüş görüntüsüdür. Hər fiqurun öz məşğuliyyəti, hər predmetin öz ifadə yükü var. Həmişə Bakıdan evə qaydanda mən ruh alıram. Burada olanda təzə fikirlər gəlir, təzə eskizlər eləyirəm, təzə ideyalar gəlirlər. Bu dəfə mən çox portretlər başlayacağam çəkməyə. Bir də Qarabağla bağlı, Xocalı'la bağlı tablolar çəkəcəyəm. Məsələn, 11 sentyabr o faciə olanda mən böyük tablo elədim. Amma indi mənə çox yoldaşlar deyirlər, niyə Xocalı pano çəkməmdin indiyə kimi? İndi bunun üstündə mən başlayacağım çalışmağa. Siz bu yaxınlarda məşhur bir yazıçının portretini işləmisiniz. Bəli. Və bu portret tezliklə hardasa deyəsən nümayiş olunacaq. Bəli. Bu il dünya tanınmış yazıcı, Alman yazıcı Günter Grass, Nobel laureatı, onun yubileyi 80 yaşı tamam olur. Onun portreti mən çəkdim. Onun yoldaşları baxdılar, bəyəndilər. İndi mənim arzum odur ki, o portreti bizim Azərbaycan tərəfindən ona bir yubiley hədiyyə kimi verək. Belə insanlar, belə tanınmış, dünya tanınmış adamlar Azərbaycan üçün dost olsa çox yaxşı olardı. Bax, mən sizi dinləyirəm və düşünürəm ki, Azərbaycanın Günter Grassları 1 deyil, 2 deyil, Bəli. 5 deyil. Məsələn, Azərbaycanın Hüseyn Cavidi var, Bəli. Cəlil Məqluzadəsi var, Bəli. Sabiri var, Üzeyir Hacıbəyev var, Qara Qarayev var və ilaxır və s. Yəni bunu həm musiqidə, həm ədəbiyyatda, həm rəssamlıq janrlarında yüzlərlə belə gözəl insanların adlarını çəkmək olar. Çox təəssüf ki, onları qərbdə tanımırlar. Bax, siz bir rəssam olaraq, deyək, orada yaşayan bir Azərbaycanlı rəssam olaraq düşünmürsünüzmü? Bir silsilə portretlər yaradasınız? Siz mənə çox yaxşı fikir verdiniz, çox yaxşı mənə ideya verdiniz. Çox sağ olun. Mən mütləq çalışacağam krom Evropeyski adamların portretləri. Başqa bizim Azərbaycan tariximiz, bizim Azərbaycan ədəbiyyatımız, böyük insanları, kim Azərbaycanla yaxın bağı,